Salam, hörmətli izləyicilər, dəyərli 11-ci sinif şagirdləri. Əgər siz də mətnləri görəndə ilk reaksiyanız belə olursa, müəllim, bunu oxumağa vaxtımız çatar, bu uzunluqda mətn olar. Narahat olmayın, bu gündən mətnləri başdan ayağa əzbərləyərik yox, ağılla işləməyi öyrənəcəyik. Biz də bu dərslərdə davamlı olaraq mətn içərisində gizlənən cavabları bir yerdə tapacağıq. Amma Orxan müəllimin sizdən bir istəyi və şərti var ki, mən hər sualı izah etdikcə, hər qaydanı izah etdikcə, müəllim düz deyir, deməyəcəksiniz. Təbii ki, qələminizi götürürsünüz, yanınıza qayda dəftəri qoyursunuz və başlayırsınız mənimlə bir yerdə işləməyə. Hazırsınızsa başlayaq. Dərs 1. Mətnin sürətli və düzgün oxumaq strategiyası var və bəzən şagirdlərin ən çox çətinlik çəkdiyi hissə nədir ki, mətni səhv oxuyurlar və vaxtı düzgün qiymətləndirmirlər. Mətndən öncə mütləq nə etməliyik uşaqlar? Suallara baxmalıyıq, mütləq suallara. Birinci, sualların şərtinə. Bəli, bu bir qədər bizə qəribə gələr ki, mən mətni oxumamış suallara necə baxacam? Xeyr, birinci sualların şərtinə baxacağıq və sualların şərtinə baxan zaman isə mütləq faktlara əsaslanırıq. Nümunədə çöllərin, dənizlərin azadlığın şairi. Belə bir mətnimiz var. Ümumiyyətcə ilk qayda olaraq mətnin adına baxacaqsınız ki, burada çöllərin, dənizlərin azadlığın şairindən danışılır və sürətli formada sualların şərtlərinə baxırıq. Mətndə qarşı-qarşıya nə qoyulmur? Bunu işarələdik, keçirik digərinə. Əli Kərimin azadlığı, mənəvi böyüklüyü, qüruru, onu yalnız titullardan. Deməli, bizdə kimdən danışır? Əli Kərimdən. Onun azadlığı var, mənəvi böyüklüyü və titulları var və məhrum etmək var. Okey, keçirik digərinə. Hansı statda? Stat bilir ki, atalar sözü və ya məsələlərdən istifadə olunur. Bununla bağlı bizim sualımız var. Digərinə baxırıq. Üzərində rəqəm yazılan sözlər. Tez mətnimizdə üzərində rəqəm yazılan sözlərə baxırıq. Biri, baxın, burada böyüdər sözüdür. Digəri isə böyütmək sözdür. Bu ikisini bu formada işarələdik. Keçək digər sualın şərtinə. Qarşısına rəqəm yazılmış hansı sözlə başlayan cümlədə söz sırasında dəyişiklik. Bu formada baxırıq. Sonra səbəb-nəticə əlaqəmiz var bizim. Əli Kərimdən danışır. Ömrünün sonları var. Əli Kəriminin ideologiya şairi olması var. Bunların altından xətt çəkirik. Mətnin əsas hissəsini əhatə edən ən azı nə yazırıq? Plan tərtib edirik. Neçə plan yazacağıq? 3. Yanına 3 yazırıq ki, bilək. Sonra Əli Kərim şəxsiyyəti bir çox insanların maraq obyekti olmuşdur. Mən bir çox insanlar deyirsə, birdən çoxdur və bizdən neçə fakt istəyir? 2. Deməli, 2 nəfərin Əli Kərim haqqında fikri var. Sonra mətnin üslubu xüsusiyyətlərinə baxırıq. Üsluba aid sualımız var. Mətnin giriş hissəsi, bir də mətnin şeir hissəsinə baxacağıq. Sonra mətnin altından xətt çəkilmiş ifadənin hansı funksiya daşımasına baxırıq. Mətndə altından xətt çəkilən ifadə zəngin ədəbi irs bu hissədir və sözə tək olaraq yox, cümlə daxilində mənasına baxacağıq. Bu formada bir-bir gördünüz, artıq biz sualları tapdıq. İndi isə mətni digər necə işlərik ona baxaq. Dedik, birinci əsas qaydamız nədir? Sualları oxuyuruq. İkinci əsas qaydamız, birinci dəfə mətni sürətlə oxuyursunuz. Yəni, heç bir detallara fikir vermirsiniz. Mətni sürətlə oxuyuruq və ümumi biz mövzu çıxartmalıyıq. Ümumi mövzunu çıxardırıq. Bu birinci dəfə. İkinci dəfə isə əlimizə karandaşımızı alırıq. Tarixlərin, bağlayıcıların, çünki, lakin kimi keçidlərin altından xətt çəkərək ikinci dəfə detaylı formada oxuyacağıq. Məsələn, kiçik bir mətn nümunəmiz var. Bunu mən sürətli formada oxuyuram. 1918-ci ildə Şərqdə ilk demokratik respublika olan AXC quruldu. Cümhuriyyət xadimləri qısa müddətdə böyük işlər gördülər, lakin xarici təzyiqlər və daxili çəkişmələr gənc dövlətin varlığını təhlükəyə atdı. Buna baxmayaraq, xalqın müstəqillik ruhu heç vaxt sönmədi. Nədən danışılır? AXC-dən danışılır və onun necə yaranmasından danışılır. Bu sürətli formada. İkinci isə təhlil edirik. 1918-də nə baş verib? Şərqdə ilk demokratik respublika qurulub. Bundan başqa, Şərqdə ilk demokratik respublika hansıdır? AXC, bu formada sual veririk. Lakin nə baş verdi? Lakin xarici təzyiqlər oldu, daxili çəkişmələr baş verdi. Amma buna baxmayaraq, müstəqillik ruhu heç vaxt sönmədi. Vəssalam. Deməli, burada bir dövlətin yaranması, təzyiqlər və o dövlətin təzyiqlərə baxmayaraq müstəqilliyin elan olunmasından danışılır. Şagirdlərin tez-tez buraxdığı 4 səhv var ki, bunlardan birincisi nədir? Öz biliklərini mətnə qatır şagirdlərimiz. Bu nə deməkdir? Biz yalnız və yalnız mətndə verilən məlumatları doğru qəbul etməliyik uşaqlar. Yaxşı, çünki biz öz bildiklərimizi ora qatsaq olmaz. Məsələn, deyirsək ki, qatıq qara rəngdədir,
Deməli, qatı hansı rəngdədir? Qara rəngdə. Sən onu ağ kimi düşünə bilməzsən. Bu birinci qayda. İkinci, sözləri takılıb vaxt itirmək olmaz. Yəni, bir sözün mənasını, məsələn, təkisli bir sözün mənasını sən bilmirsən. Hər hansı bir qəliz bir söz var, mənasını bilmirsən. Onun üzərində düşünmə. Çünki onun üzərində düşündüksə vaxtın gedəcək. Biz isə vaxta qarşı yarışırıq. Ümumi axına buraxırıq və mətn sonunda onsuz da özü ortaya çıxacaq. Növbəti üçüncü səhvimiz nədir? Bəzi şagirdlərimiz var, qarşıma çox çıxıb. Hər cümlənin altından xətt çəkir. Yəni, bu formada xətt çəkə-çəkə gedir. Olmaz. Hər cümlənin altından bu formada xətt çəkmək artıq sizin diqqətinizi yayındıra bilər. Və açıq suallarda mətni unutmuruq. Cavab yazarkən gözümüz hər zaman abzaslarda olur. Yekun olaraq yoxlama sualı verim ki, mətni ikinci dəfə biz oxuyarkən əsas alətimiz nədir? Təbii ki, karandaş. Nəyin altından xətt çəkməliyik? Baxaq. 1. Tarixlərin və xüsusi adları. Yəni, kim, nə zaman, harda və nə iş gördü? Nə iş gördü? Səbəb-nəticə əlaqəsini tapa bilərik. Təzad və bağlayıcılardan, çünki, lakin, buna görə, nəticədə kimi sözlərə mütləq diqqət yetiririk. Və bundan əlavə biz mütləq sözünə diqqət yetiririk, yalnız sözünə diqqət yetiririk, həmişə sözünə diqqət yetirməliyik və altından bu formada və çərçivəyə ala bilərsiniz. Flomasterdən üzərindən keçə bilərsiniz ki, sizin diqqətinizdə olsun. Mətn giriş, əsas, nəticə keçidlərini ayıran sözlər deyir, yazmalısınız. Bu sözləri deyirsiniz, müəllim, mən mətnin giriş, əsas, nəticə keçidlərini bilmirəm axı. Əgər bilmirsinizsə, növbəti videolarımızı qaçırmırsınız. Növbəti dərslərin birində isə mətnin strukturu haqqında məlumat verəcəm.